Ümumiyyətlə, ABŞ-İran qarşıdurmasının da regionda təhlükələrinin davam etdiyi bir vaxtda, Rusiya-Ukrayna müharibəsinin isə yeni mərhələyə keçid etdiyi bir vaxtda Xəzər dənizi də geosiyasi gərginliyin mərkəzinə çevrilmiş kimi görünür. Belə ki, Ukraynanın İranın Rusiya ilə hərbi logistika əlaqələrində istifadə olunduğu bildirilən Xəzər marşrutuna zərbələr endirməsi, Tehranın isə bunu cinayətkar hücum adlandırması, Kiyevi buna qarşılıq hədələməsi regionda yeni risklər formalaşdırıb. İran Ukraynanı tənqid etsə də diqqətdən qaçmayan əsas məqam Tehranın uzun müddətdir Rusiyaya hərbi texnologiya və pilotsuz uçuş aparatları ilə dəstək verməsi fonunda bu qarşıdurmanın məhz İranın seçdiyi siyasətin nəticəsi kimi qiymətləndirilməsidir. Elə bu mövzuda studiyamızın qonağı siyasi ekspert Müşfiq Abdullah bəylə müzakirə aparacaq. Müşfiq bəy, xoş gördük sizi. Salam deyirəm, xoş gördük. Müşfiq bəy, elə sonda qeyd etdiyim fikirdən irəli gələrək, cümlədən irəli gələrək sizin fikirlərinizi də almaq istərdik. Yəni, bugün Xəzərdə yaşanan gərginliyin kökündə Ukraynanın deyil, İranın illərdir davam etdirdiyi əslində hərbi əməkdaşlığın dayandığını biz tam mətninlə söyləyə bilərik, deyilmi? Bəli, əslində İran tərəfi Azərbaycanın hələ vaxtilə dəfələrlə İran tərəfini inandırmağa çalışmasına baxmayaraq ki, yəni Azərbaycan-İran münasibətləri sülh müstəvisində qurulmalıdır. Azərbaycanda İrana təhdid yarada biləcək hər hansı hərbi bazalar yoxdur. Və İranın da Xəzərin hüquqi statusu haqqında konvensiya qol çəkməsinə baxmayaraq, İran yenə də bu bölgədən özünün hərbi məqsədləri üçün istifadə etməyə çalışır və biz ötən verilişlərimizdən birində də sizinlə demişdik ki, konvensiyanın 17-ci maddəsini həm Rusiya, həm İran pozur və bölgədən öz hərbi maraqları üçün istifadə edir, təhlükə yaradır, sabitliyə, sülhə və bu baxımdan da İranın regionda Xəzər dənizindən, Xəzər regionunda münaqişəni şimala doğru genişləndirmək niyyəti heç də bölgəyə yaxşı heç nə vəd etmir. Bilirsiniz ki, bir neçə gün öncə İran Xarici İşlər Nazirliyi və İranın İslam İnqilabı Keşikçiləri Korpusu bir bəyanat yaymışdı və həmin bəyanatda da qeyd edilirdi ki, münaqişə iki istiqamətdə genişlənə bilər. Yəni, bunun biri Bab-əl-Məndəb boğazı istiqamətində, deməli, Ədən körfəzi istiqamətində cənubdan, şimaldan isə bu Xəzər dənizi istiqamətində bu münaqişə genişlənə bilər. Yəni, bu böyük təhlükədir, xüsusilə də Azərbaycan üçün, Azərbaycanın milli təhlükəsizliyi üçün böyük təhdiddir. Bilirsiniz ki, bundan bir gün sonra, yaxud elə həmən gün, dəqiq xatırlamıram, Ukrayna, Rusiyanın Xəzər dənizində neft platformasını dron zərbəsi indirdi və eyni zamanda 3 gəmi, yəni bir kater, 2 gəmi vuruldu və bu gəmilərdən biri Port Olya 2 adlı gəmi İrana məxsusdur və məlum oldu ki, həmin Ukrayna bunu kəşfiyyat məlumatlar əsasında vurmuşdu və məlum oldu ki, həmin gəmi vaxtilə İrana, deməli, gəmi ilə İrandan Rusiyaya, daha doğrusu, dronlar daşınırmış və bu dronlardan da Şahid 136 dronlar daşınmış və bu dronlardan da Ukrayna ərazisini atəşə tuturdu Rusiya. Ona görə də bu logistikanın, bu hərbi logistikanın zəncirini qırmaq, bu təchizatı kəsmək üçün Ukrayna öz təhlükəsizliyini təmin etmək üçün İran gəmisinə zərbə indir. İndi İran yalandan bu gəmini güya ticarət gəmisi kimi təqdim edir və bildirir ki, bunun qisasını almaq üçün Ukrayna buna görə cavab verəcək və Ukraynadan bunun qisasını alacaq. Və İranın Polşadakı səfiri və bugün növbəti dəfə Ukraynanı hədələyib, eyni zamanda Ukrayna tərəfi və öz bəyanatını verərək bildirib ki, Xəzər regionunda
İran Rusiyaya qarşı hər hansı belə bir deməli Xəzər dənizi vasitəsilə silahlanmanı davam etdirsə, mütləq buna görə cavab verəcək və həmin gəmilər hədəf olacaq. Bax, bu isə münaqişənin Xəzər regionuna, Xəzər dənizi hövzəsinə yayılmasını şərtləndirir və bu böyük təhlükə yaradır. Ancaq mən düşünmürəm ki, bu yalnız və yalnız Ukrayna amili ilə bağlıdır. Çünki bilirsiniz, İranın əslində belə deyək, çoxdan səsləndirdiyi, dəfələrlə üzərində dayandığı bir bəd niyyəti vardı, həmişə bir təxribatçı mövqeyi vardı ki, xatırlayırsınız, yəni İran dəfələrlə İrandakı şovinist qüvvələr bildiriblər ki, Azərbaycandakı güya neft yataqlarına zərbə indirmək lazımdır, güya Amerikanın maraqlarını Amerikanın maraqlarına, regiondakı maraqlarına zərbə vurmaq üçün İran Azərbaycandakı Bakı-Ceyhan neft kəmərinə zərbə indirmək lazımdır. Əslində bilirsiniz, onların indiki məqamda bu məsələni yenidən gündəmə gətirməsini mən təsadüf hesab etmirəm. Çünki fikir verin, onlar Hörmüz boğazını bağlayıblar. Yəni beynəlxalq ticarət üçün, ticarətdə böhran yaratmaq üçün logistikanın qarşısını tamamilə kəsirlər. Digər istiqamət deməli, Bab-el-Məndəb boğazını bağlamaqla dünya ticarətinin 8də birinin keçdiyi Bab-el-Məndəb boğazını bağlamaqla Qırmızı dəniz vasitəsilə deməli, Süveyş kanalına çıxışın qarşısını kəsmək istəyirlər və alternativ marşrut kimi bilirsiniz ki, indi dünya ölkələri, xüsusilə də Avropa ölkələri maraq göstərirlər Azərbaycan neftinə, Azərbaycanın təbii qazına və eyni zamanda indiki şəraitdə alternativ əsas mənbələrdən biri sayılan Xəzər neftinə, qazının qarşısını almaq üçün görünür, belə bir təxribatçı plan düşünüblər və bu İranın digər tərəfdən Rusiya ilə paralel gələcəkdə orta dəhlizin keçəcəyi ərazidə bir müharibə yaratmaq üçün, bir münaqişə yaratmaq üçün planlarına cavab verir. Bu baxımdan da Xəzər dənizində təxribatlar törətmək, Xəzər dənizi regionunda müharibələr yaratmaq İranın deməli görünür qarşıya qoyduğu planlarından biridir. İran nə edə bilər? İran təbii ki, iki cəbhədə müharibə aparmaq İranın maraqlarına cavab vermir. Yəni İran, düzdür, İran ola bilsin ki, Xəzər dənizindən durub Ukraynaya müəyyən raketlər ata bilər gəmilərlə və ya Xəzərdən Ukrayna ərazisində, çünki İran terrorçu dövlətdir, Ukrayna ərazisində müəyyən terror aktları da törədə bilər, yəni qisas məqsədi ilə bunu eləyə bilər. Ancaq bu heç də İranın xeyrinə olacaq bir proses nəticələnməyəcək. Yəni Azərbaycanın maraqlarına tutaq ki, Xəzər hövzəsində yerləşən digər dövlətlərin maraqlarına təhlükə yaratsa da, milli təhlükəsinə təhdid yaratsa da, heç İranın da nəticəsi, İran üçün də müsbət bir uğura gətirib çıxarmayacaq. Çünki digər dövlətlər də özünə düşman edəcək. Digər dövlətlər də artıq indiyə qədər sabit mövqe tutan, indiyə qədər İrana qarşı neytral mövqedə duran dövlətləri özünə düşman edə bilər. Ona görə də İran yaxşı olar ki, bu Xəzər dənizində vaxtilə Xəzər dənizinin statusu ilə bağlı Aktau bəyannaməsi adlandırılan sənəddə qol çəkdiyi öhdəliklərə əməl etsin və buradan dinc məqsədlərlə istifadə eləsin. Yəni silah daşımaq, silah ötürmək. Bilirsiniz ki, yalnız İran Rusiyaya silah ötürmür. Yəni Körfəzdə müharibə başlayandan sonra, İrana qarşı hərbi əməliyyatlar başlayandan sonra İran dövləti artıq Rusiyada İrana müəyyən silah və sursatlar ötürür gəmilər vasitəsilə və bu da deməli İran və Rusiya qarşılıqlı şəkildə bir-birinə deməli silah, sursat, dronlar, raketlər
və digər sursat vasitələri ötürməklə məşğuldurlar ki, bu da deməli Xəzərin statusu ilə bağlı razılaşmaya ziddir. Bax, bu baxımdan da qonşu sahilyanı dövlətlərinin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ona görə də hələ mart ayında bilirsiniz ki, İsrail təyyarələri bir neçə dəfə Ənzəli limanında, Xəzər sahili ərazilərdə İranın bombalama həyata keçirdi. Yəni, mövqelərini bombaladı və bildirdilər ki, İran gəmiləri əslində Rusiyadan və digər dövlətlərin ərazisindən, bu da Çinin də adı hallanırdı ki, Rusiya vasitəsilə ötürülüb, sursat, dronlar və s. gətirir və həmin limonları bombaladı, əraziləri bombaladı İsrail. İndi görünür, yenidən həmin logistikanı işə salmaq istəyir İran tərəfi və bununla da bağlı çox ciddi kəşfiyyat məlumatları var və bu kəşfiyyat məlumatları İran özü də itiraf edir ki, Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən Ukraynaya ötürülüb və Ukrayna bunun qarşısını almaq üçün hərbi əməliyyatlar keçirir, zərbələr indirir. Ancaq bu Ukrayna məsələsi bir bəhanə ola bilər. Bunun görünməyən ikinci tərəfi də var, yenə deyirəm. Bu da ondan ibarətdir ki, İran dünya ticarət böhranını dərinləşdirmək, Amerika Birləşmiş Ştatlarına həm xaricdən, həm daxildən Trump administrasiyasına təzyiqləri artırmaq, eyni zamanda Zəngəzur dəhlizinin, Orta dəhlizin reallaşmasının qarşısını almaq, Azərbaycan neftinin dünya bazarına çıxısının qarşısını almaq, neftin bahalaşmasına şərait yaratmaq, bax bu kimi niyyətləri, planları həyata keçirmək üçün Xəzər regionunda münaqişənin şimala doğru, yəni Xəzər hövzəsinə doğru yayılmasında maraqlı ola bilər.